Və bu insanın yəni mal-mülk əlindən çıxanda heyfslənməməsi üçün, ağrı, acı çəkməməsi üçün bir çox ilaclar var, bir çox dərmanlar var. Birinci növbədə insan birinci ilac, birinci dərman odur ki, insan yəqin elmlə bilməlidir ki, yəni onun başına gələn şey, əgər bir şey onun başına gələcəksə, o şey ondan yan keçə bilməz. Əgər bir şey onun başına gəlməyəcəksə, həmən şey ona toxuna bilməz. Yəni bu Allah Subhanahu wa Ta'ala yer üzərində olan qaydasıdır ki, yəni Allah Subhanahu wa Ta'ala əgər bir şey istəməyibsə, yəni məxluqat, yer, yəni göy, yerdə və göydə olanlar hamısı bir yerə toplansalar da belə, sənə heç eləyə bilməzlər, ta ki Allah Subhanahu wa Ta'ala bunu istəmədiksə. Ona görə də uca Allah Subhanahu wa Ta'ala buyurur ki, "Mə asabə min musibətin fil ardı və la fi anfusikum illə fi kitab min qabl an nabraha." Uca Allah azza və cəllə buyurur ki, deyir, yer üzərində baş verən və sizindir başınıza gələn elə bir müsibət yoxdur ki, o lövhül məhfuza yazılmış olmasın və həqiqətən də innə zəlikə aləllahi yesir, doğrudan da bu Allaha çox asandır. Sonra isə Allah Subhanahu wa Ta'ala buyurur ki, niyə görə sizin başınıza müsibətlər gəlir? Likey la təəsəv alə mə fətəkum və la təfrahu bimə ətəkum vallahu la yuhibbu kullə muxtəlin fəxur. Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, bu deyir sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə sevinib qürrələnməməyiniz üçündür. Aydındır. Və sonra isə Allah azza və cəllə buyurur ki, Allah özünü yəni bəyənəni və özü ilə fəxrlənəni belə insanları sevməz. Deməli, insan imtihanla qarşılaşır, müsibətlə qarşılaşır. Niyə görə? Yəni, insan əlində olana görə çox sevinməsin və həmçində əlindən çıxana çox kədərlənməsin. Və ikinci ilac, müsibətlər üçün ikinci dərman isə, müsibətlərin qarşısında möhkəm durmaq üçün ikinci dərmanlardan isə, deməli, insan bilməlidir ki, əgər səbr eləyərsə və müsibətə səbr eləyərsə, razı qalarsa bundan, həqiqətən Allah Subhanahu wa Ta'ala onun üçün böyük bir mükafatlar hazırlayıb. Və ona görə də kim istəyirsə, müsibətin qabağında səbirli olsun və razı qalsın, uca Allah Subhanahu wa Ta'ala onu böyük mükafatlarla mükafatlandırsın. Ən əfsəl mükafatlarla mükafatlandırsın. Üçüncü ilac isə odur ki, insan ümumiyyətlə müsibət alovunu söndürməyə çalışmalıdır. Yəni, özünə təsəlli verərək. Yəni, müsibətə düçar olan insanlara baxıb, özünə təsəlli verməlidir ki, əlhamdülillah ki, mən filan, yəni, müəyyən insanların halında deyiləm, mənim halım onlardan daha yaxşıdır. Ona görə insan özünə belə müsibət vaxtı təsəlli verib, o müsibət alovunu, odunu belə söndürməyə, soyutmağa çalışmalıdır.